Siz çox gözəl bir söz işlətdiniz. Başını itiribdir, havalanıbdır. Bu adam əlində olan rezervləri, ehtiyat imkanları bütün hesablaya bilmir. Və müharibənin haçan bitəcəyini də bütün bunlar müəyyən edir. Məsələn, mən bu yaxınlarda bir jurnalda, xarici jurnallardan birindən tərcüməni oxudum. Onlar yazırdılar ki, Putinin cəmi cümlətəni 6 ya və yaxud 7 ballistik raketi qalıbdır. Sonra o əlavə edir ki, İskəndər raketlərinin o buraxıcı makinalarını demək olar ki, Ukrayna qoşunları tamamilə vurub sıradan çıxarıbdır. Artıq bugün Ukrayna qoşunları İskəndər raketlərindən istifadə edə bilməz. Yoxdur çünki. Yoxdur. Sonra ölkənin maddi durumu da həddindən artıq pisdir. İqtisadi vəziyyət. İqtisadi vəziyyəti. Məsələn, bir iqtisadçı çıxış elədi, bildirdi ki, əkilən bol da məhsul yetişir, işin tərsinə bax. Rusiyanın ərazilərində, qaratorpaq zonalarında əkilən taxılın təxminən 40%-ni güclə biçmək mümkün olubdur. Niyə? Çünki yanacaq yoxdur. Yanacaq olmadığından kombaynlar və yaxud da ki, kombaynlardan sonra bu taxılı ki, sovurur, əliyir. Onlar... Yəni, texnikalara yoxdur, texnika işləmir. Texnikalar işləmir. Və bu bir tərəfdən də, üçüncü bir tərəfdən də son dönemdə Türkiyə asıl surətdə ona deyir ki, sən xaricə göndərəcəyin taxılları mənə göndərəcəksən, Türkiyəyə göndərəcəksən, mən onları emal edəcəm və özüm bildiyim ən az qalan, ən ehtiyacı olan ölkələrə göndərəcəm. İndi bunun özü də çox belə müəmmalı bir şeydir. Türkiyədən çox yanıqlıdırlar və hətta... Yox, yanıqlı olmağı bir tərəfə, bəs Trump'ın sanksiyaları da vardı axı ki, ölkələrə qadağa qoymuş ki, əgər Rusiyadan kimsə nəsə alsa, onlarla bağlı hansısa sanksiyalar tətbiq ediləcək. Yəni, bu Türkiyəni təhdid ediləmirmi belə bir aqibət? Türkiyəyə Trump elə bir sanksiya qoymuşdu. Yəni, Türkiyə aldığı taxılı özü üçün alınmış kimi tətbiq edir. Yəni, alıb, üyüdüb, onu başqa ölkəyə göndərəcək kimi yox. Trumpla da bunlar güya dostdular və s. və s. Ümumiyyətlə, vəziyyət həddindən artıq gərgindir. Bu adam, dünyadakı iqtisadi böhran getdikcə dərinləşir. Dünya iqtisadi böhranının, xüsusilə ərzaq böhranının dərinləşməsində Rusiyanın oynadığı bu mənfi rol bütün dünya iqtisadiyyatına çox pis təsir göstərir. Bundan başqa, siz özünüz bayaq qəşəng bir söz dediniz. Dediniz ki, o adam başını itirirdi. Siz təsəvvür edin ki, son 10 gündə ya 12 gündə təxminən 4 generalı vəzifədən kənarlaşdırıb. Ondan sonrasına deyilənlərə görə, yenə yazılanlara görə o artıq belə qərara gəlibdir ki, mənim göstərişim olmadan, mənim sözlərim olmadan heç kim qərar qəbul edə bilməz. Bu böyüklükdə nəhəng ölkədə qubernator qərar qəbul edə bilməz və yaxud da ki, Sobyanin qərar qəbul edə bilməz. Bu dəli divanəlikdir. Dəli divanəlikdir. Bu da ölkədə çox böyük xaosa gətirib çıxarılır. Elit
intriqalara gətirib çıxarıbdır. Üstəlik də siz bildiniz də, Koreya Xalq Demokratik Respublikası qoşunlarını geriyə çəkdi. Bir dənə mərmi də verilməyəcək bundan sonra. Şimali Koreya mı? Şimali Koreya. Amma mən bayaq xəbərlər oxudum, dedi ki, 30-50 min aralığında əskər göndərəcək və bir xarici nəşr yazmışdı ki, onların münasibətləri, yəni Şimali Koreya ilə Rusiya arasındakı münasibətlər günü-gündən yaxşılaşır. Hər halda daha çox 50 min əskəri və silahı Şimali Koreyadan, o KN deməli 23, KN 24 və ondan daha güclü raketləri əldə edəcək. Bayaq xəbərlər belə idi xüsusilə Qabil müəllim. Ola bilər, mən də neçə gündür ki, oxuyuram ki, axı o Şimali Koreya birinci qoşun dəstəsini 30 bin nəfəri göndərərkən Ukrayna çox böyük bir terakt təşkil elədi. Həmin terakt nəticəsində göndərilən 30 min əskərin ən azı 20 mini öldürüldü. 10 mini də xəstə yaralandı və s. Gəldilər, necə deyirlər, çörsümlü yığışdırdılar, apardılar. Ondan sonra Dövlət Şurasında Dövlət Şurasında bu məsələ müzakirə edilibdir. Və belə qərara gəlib ki, özü Transsibir bir Baykal-Amur magistralı var, bir də Transsibir dəmir yolu var. Onlar bildiriblər ki, Transsibir dəmir yolu nasazdır. Onlar təxribat məsələsini müzakirə eləmək istəmirlər. Yollar bərbad vəziyyətdədir. Bu yollarla nə yük daşımaq olar, nə də tümbülü insan kimi qiymətli əşyanı daşımaq olmaz. Və mən oxudum belədir ki, onlar mərmi göndərdilər. Hətta onu da göndərmirlər. Hətta onu göndərmirlər. Amma indi The Times nəşri, Qabil müəllim, mənim qarşımda The Times başqa şey yazır. Rusiya ilə Şimali Koreya arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji xarakter almağa başlayıb. Məlumata görə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamasından sonra Moskva ilə Pxenyan arasında əlaqələr daha da intensivləşib. 2024-cü ildə Rusiya prezidenti Putinin Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında qarşılıqlı müdafiəni nəzərdə tutan sazişi xatırladırlar. Oxford Universitetinin Şimali Koreya üzrə eksperti Edward Howell bildirib ki, əvvəllər Rusiya ilə Şimali Koreya arasında münasibətlər daha çox pragmatik xarakter daşısa da, hazırda iki ölkə faktiki olaraq müttəfiqə çevrilib. Bu münasibətlər sadəcə deyir biznes əlaqələri deyil, onlar getdikcə daha strateji və uzun müddətli xarakter alır. Hesab edirəm ki, bu əməkdaşlıq Ukraynadakı müharibədən daha uzun sürə bilər. Hər halda bu Şimali Koreya üzrə ekspertdir və Ukrayna hərbi kəşfiyyatının məlumatına görə də Rusiya Şimali Koreyadan 120 ballistik raket, həmçinin 6 raket buraxılış qurğusu, 30-50 min aralığında isə hərbiçi almaq istəyir. Bildirilir ki, bu raketlər Rusiyanın daha əvvəl əldə etdiyi KN-23 və KN-24 raketlərindən 3 dəfə güclü ola bilər. Hər halda Kral Birləşmiş Xidmətlər İnstitutunun ekspertləri də danışırlar. Şimali Koreyanın Rusiyaya hərbi dəstəyinin əvvəlki illərlə müqayisədə daha nəzərə çarpacaq həddə çatdığını bildirirlər. Əksinə, mən bu xəbəri oxuyandan sonra, hələ xəbər uzundur, amma mən burada yekunlaşdırmaq istəyirəm. Məndən əksinə belə bir təəssürat yarandı ki, bəlkə Rusiya Şimali Koreyaya, bəlkə də o tərəfdən Çinə, arxayın olaraq müharibəni genişləndirmək istəyir. Əslində, bu müharibə daha fərqli bir xarakter alır deyə, yəni bu The Times-ın yazdığından belə anlaşılır. Mən başqa bir məqalə oxumuşam ki, orada yazılır ki, Çin Rusiyanın mümkün qədər daha çox zəifləməsini və belə də özünü müdafiə etmək qüdrətini itirməsini istəyir. Çin Xalq Respublikasının Təhlükəsizlik Şurasının iclası olubdur. Həmin iclasda həyasıcasına açıq-aşkar deyiblər ki,
Ruslar heç zaman Ural dağlarından şərqə doğru aşa bilməyiblər, irəliləyə bilməyiblər. O torpaqların hamısı Çin torpaqları oldu. Halbuki o torpaqların böyük bir hissəsi Qazaq torpaqlarıdır, Özbək torpaqlarıdır, Türk dilli xalqların torpaqlarıdır. İndi bu böyük dövlətlər əllərinə güc yığdıqdan sonra bu uzaq şərqi, Dayni Vostoku öz aralarında Bölüşürlər. paramparça eləyib bölüşmək istəyirlər.